Şeyx, xavariclər deyir ki, yəni biz sələflər onları ittiham etdikdə ki, onlar cahil müsəlmanları şirk etdiklərinə görə dərhal təkfir edirlər qeyri-şərtsiz. Və biz deyirik ki, siz təkfir etdikdən sonra siz onların canını, malını, qanını halal görürsüz. Onlar deyir ki, bu belə deyil, biz hakimə tərk eləyirik. Və bizlə müqayisə edirlər ki, məyər siz ateistləri kafir görmürsüz? Əgər kafir görürsünüzsə, deməli siz də onların malını, canını, qanını halal görürsüz. Bu şübhəyə nə cavab verərdiniz? Bilirsiniz, bunu savadsız adam deyir. Gör nəyi gətirir. Bəli, biz deyirik ki, biz sələflər təkfir eləyəndə təkfirdən sonra məsələlər var. Birinci, hakim yox. Əgər döyüş getsə, bəli, onlar artıq mallalı halaldır. O mənada. Çünki necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, kim şahadəti desə, onun canı, malı, namusu haramdır. Aydındır. Deməli, deməyən əks mənası halaldır. Lakin halal olmağın qaydaları var. Nə vaxt, məsələn, döyüşdə. O da belə deyil, məsələn, hakim var, qeyri-müsəlmanlar var, onların hamısı hər şey halaldır, hələ şey yoxdur. O yəni döyüşdə.